nə qədər brokoli yeyirsən ye və nə qədər sağlamlığına fikir verirsən ver. Amma əgər toksik münasibətlərin içindəsənsə, sən heç zaman sağlam ola bilməyəcəksən. Çünki emosiyaların aşıb-daşacaq, özünü narahat hiss eləyəcəksən, psixikan davamlı təzyiq altında olduğu üçün isə bədənin də neqativ reaksiyalar verməyə başlayacaq. Xüsusən də bir qadın öz sakitliyinə önəm verməlidir və bunun üzərində işləməlidir davamlı. Yox, əgər özünüzə münasibəti də toksikdirsə və ətrafda davamlı toksik münasibətlər daxilində qalmağı seçirsinizsə, bağışlayın məni, amma nə etsəz də, nə qədər həkimə getsəz də, nə etsəz də sağlam, gümrah qala bilməyəcəksiniz və əlbəttə ki, yaxşı pullar da qazana bilməyəcəksiniz. Ona görə də davamlı daxili aləmin üzərində işləmək lazımdır ki, biz özümüzü sevək. Biz özümüzün ən böyük fanatımıza çevrilək. Çünki özümüzün fanatı deyiliksə, özümüzü sevmiriksə, özümüzlə toksik münasibətlərə giririksə davamlı, necə gözləyə bilərik ki, çöldə də insanlar bizə yaxşı davranacaq və yaxud da toksik olmayan sağlam münasibətləri seçə biləcəyik öz həyatımız üçün. Bax, bir qadın üçün ən önəmlisi daxilində bu məsələləri işləməkdir ki, artıq özünü daha sağlıqlı ortamlara layiq bilməyə başlasın, artıq gümrah olsun, sağlam olsun, işıq saçsın, çünki biz qadınlar buna layiqik. Buna görə də aşağıda rəylərdə mənə son sözünü yazırsınız, mən sizə bu məsələləri mənimlə bərabər son dəfə necə işləyə bilərsiniz deyə məlumat göndərirəm.